Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli müəllimləri, mən Seymur Rəfiyev. Hər birinizə salamlayıram. Bu günlərdə sizlər üçün müsahibə mərhələsinə hazırlaşan MİQ və sertifikasiya müəllimləri üçün növbəti müsahibə suallarının izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan yararlana bilər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və sonradan qrupa göndərilir. Bundan başqa bizim müsahibədən qızıl qaydalar adlı vəsaitimizi əldə edib özünüz də hazırlaşa bilərsiniz. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslər və müsahibə haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, dərs zamanı bir valideyn icazəsiz sinifə daxil olur, yüksək səslə övladının qiymətinə etiraz edir və sizi ittiham edir. Şagirdlər narahat olur, dərsin gedişatı pozulur, nə edərsiniz? İlk növbədə valideynlər onu qeyd edeyim ki, müəyyən halla siniflərə daxil ola bilər. Yox, əgər gözləmədiyimiz mühitdə bu daxil olubsa, o zaman sakitliyi qorumaq bizim borcumuzdur və valideynlə orada mübahisəyə girmək heç də doğru və düzgün deyil. Bu zaman valideyni həmin mühitdən uzaqlaşdırıb, yəni sonradan ondan söhbət aparmanı təmin edərik. Dərs prosesinin axıcılığını davam etdirərik və dərsdən sonra valideyndən xahiş edərik ki, dərsdən sonra bütün bu məsələlər aydınlıq gətiriləcək. Dərsdən sonra isə məsələnin mahiyyəti haqqında ətraflı müzakirə apararam. Əsasən də qiymətləndirmə ilə bağlı bütün izahları və qiymətləndirmə meyarlarına əsaslanaraq şəffaf şəkildə təqdim edərəm. Valideynin övladı ilə bağlı həmin o qiymət etirazına münasibət bildirərəm ki, biz əsasən qiymətləndirmə prosesini necə təşkil eləmişik, hansı meyarlara uyğun təşkil eləmişik və övladımızın hansı səviyyədə cavab verdiyi göstərərik. Bu zaman düşünürəm ki, hər bir müəllim bu prosesdə doğru və düzgün addım ata bilər və məsələni aydınlaşdıra bilərik. Keçək növbəti suala. Deyir, iki şagird arasında mübahisə yaranır və onlardan biri digərini itələyir. Digər şagirdlər isə hadisəni telefonla çəkməyə başlayırlar. Nə edəcəksiniz? Burada əsas məsələ sinifdə yenə də təhlükəsizlik qaydada, sinifin təhlükəsizliyi əsas vacibdir. Münaqişəni təhlükəsiz şəkildə dayandırmaq və şagirdləri ayıraram. Sonra telefonla çəkiliş edən şagirdlərdən bunun dərhal dayandırılmasını tələb edirəm və izah edərəm ki, belə görüntülərin yayılması şəxsi hüquqların pozulmasına səbəb ola bilər. Hadisənin səbəblərini araşdırmaq lazımdır. Hər iki tərəfi dinləyərik, araşdıraram. Məktəbin daxili qaydalarına uyğun tədbir görmək olar. Zərurət yaranarsa, burada psixoloq və məktəb rəhbərliyindən də kömək almaq olar və yaxud valideynlərlə də əməkdaşlığı davam etdirmək olar. Məqsəd cəza vermək olmaz. Əsasən şagirdlərin münaqişənin dinc yolu həlli və qarşılıqlı hörmət bacarığını formalaşdırmaq bizim işimiz olar. Növbəti sualımız deyir ki, dərsin ortasında internet və elektron lövhə işlənmir. Bütün dərs planınız elektron təqdimat üzərində qurulub. Necə dərsi təşkil edəcəksiniz? Müəllim hər zaman alternativ planı olmalıdır. Yəni, müəllim sırf deyək ki, elektron və ya texniki problemlər nəzərə almalıdır. Texnologiyadan asılı olmamalıdır və texniki problem yaranarsa dərsin dayandırmadan mövzunu lövhədə izah etmək, sual-cavab eləmək, müzakirə təşkil eləmək, praktik tapşırıqlardan istifadə etmək mümkündür və dərsliklərdən istifadə edərək, iş dəftərlərinə əsaslanaraq fəaliyyəti davam etdirmək olar. Belə vəziyyətdə əsas məqsəd texnologiyadan asılı qalmadan təlim məqsədlərinə nail olmaq və şagirdlərin fəallığını qorumaqdır. Yəni, belə bir vəziyyət yaranarsa, biz alternativ yollardan istifadə edərik və
dərsimizin davamını da apara bilərik. Növbəti bir sual deyir ki, çox zəif oxuyan bir şagirdə sinif yoldaşları tez-tez gülür və onu ələ salırlar. Şagird artıq dərsdə cavab verməkdən çəkinir. Nə edəcəksiniz? Belə vəziyyətdə, yəni bu vəziyyət görünərsə, müdaxilə eləmək lazımdır tez bir zamanda. Sinifdə heç kəsin alçaldılmasına və ya ələ salınmasına yol vermək olmaz. Burada şagirdin özünə inamını bərpa eləmək daha doğru olar. Yəni, onun bacarıqlarını, onu özünə inamı formalaşdırsaq və yaxud kiçik uğurlarını sinif qarşısında müsbət dəyərləndirsək, bu zaman həmin şagirdin də özünə inamı formalaşacaq. Eyni zamanda sinifdə qarşılıqlı hörmət, empatiya və inklüzivlik davranışı haqqında tərbiyəvi söhbətlər aparmaq lazımdır. Eyni zamanda məktəb psixoloqundan da burada əməkdaşlıq etmək olar ki, tam olaraq şagird özünə güvənsin və dərs prosesində də aktiv olsun. Artıq digər şagirdlər də bundan deməli, hörmət əsasında sinif qaydalarına uyğun davransınlar. Məqsəd burada şagirdin özünə inamını artırmaq olmalıdır, həm də sinifdə sağlam bir mühitin yaratmaq olmalıdır. Keçək növbəti sualımıza. Deyir, dərsin sonunda apardığınız formativ qiymətləndirmə göstərir ki, şagirdlərin böyük əksəriyyəti mövzunu mənimsəməyib. Halbuki planlaşdırdığınız təqvimə görə növbəti mövzuya keçməlisiniz və nə edəcəksiniz? Ümumiyyətlə, formativ qiymətləndirmənin məqsədi öyrənmə zamanı yaranmış boşluqları müəyyən etməkdir. Yəni, boşluqları və irəliləyişi təmin etməkdir. Əgər şagirdlərin əksəriyyəti mövzunu mənimsəməyibsə, növbəti mövzuya keçmək düzgün olmaz. Əvvəlcə çətinlik çəkilən məqamları təhlil etmək lazımdır. Fərqli təlim üsullarını və yaxud mövzunu parçalayıb yenidən izah etmək olar. Diferensiallaşmanı təmin etmək olar. Əlavə tapşırıqlarla mövzunu şagirdlərə mütləq mənimsətmək lazımdır. Sonra formativ qiymətləndirməni təşkil edə bilərik. Təqvim planında da əgər ardıcıllığı təmin ediriksə, biz dəyişiklik apara bilərik. Yəni, planlaşdırmaya müəllim dəyişikliyi aparmalıdır. Burada əsasən planlaşdırmada verilən mövzuları keçib getmək yox, öyrənmə keyfiyyətini üstün tutmaq lazımdır. Suallarımız bu qədər. Sağ olun, salamat qalın. Növbəti suallarda görüşənədək